Salam dəyərli dostlar, mən Ceyhun Familoğlu. FES Akademiyanın tərtib etdiyi və paylaşdığı belə bir testin izahını sizinlə bölüşəcəm. Ümid edirəm sizə üçün fayda verər. Odur ki, ilk öncə videonu saxlayaq, özümüz işləyək, sonra izahını videonun davam edərək baxaq, izahına baxaq. Yallah, başlayaq. Deyir, aralarındakı məsafə 53 kilometr olan iki stansiyadan əks istiqamətlərdə iki qatar yola düşdü. İki qatar arasında olan məsafəni göstərən belə bir xətt çəkirik və həmin iki qatar arasında olan məsafəni qeyd edirik və əks istiqamət deyirsə belə bir xətt çəkirik. İki qatar yola düşdü. Deyir, birinci qatar 2 saat əvvəl yola düşmüşdü. Bu o deməkdir. İkinci qatar 3 saat gedibsə, demək birinci qatar 5 saat yol gedib. Və bizə burada da açar yol qoyur. İkinci qatarın getdiyi yol və sürəti verildiyi üçün biz ikinci qatarın bu yolda neçə saat olduğunu tapırıq. 40 edir 2. Demək bu 2 saata gedib. Deməli birinci qatar 4 saat yolda olub. Ona görə 80 üstə gəlirik 53, o arasındakı əvvəlki məsafə üstə gəlir 4x bərabər edir neçə? 441 33 üstə gəlir 4x bərabər 445. 4x bərabərdir 312. X də bərabərdir 7 28, o da edir 3 32 78 kilometr. Deməli birinci qatarın sürəti nə qədərdir? 78 kilometr. Ümid edirəm sizlər üçün faydalı oldu. Kanalı paylaşmağı, abunə olmağı, rəy bildirməyi unutmayın. Təşəkkürlər.